Yol gəlirdim piyada. Ben burada unutmuşam ki burada itlər var, qorxdum. Qonşuların bu tərəfinə keçdim. Neyse sitkadan keçə bilmirlər. It's okay. Ma. Salam aleykum dostlarım, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Demək, açılışı itlərlə eləməli oldum. Yol gəlirdim, bir də gördüm itlər hürüşürlər. Əslində bilirdim orada itlər olduğunu, sadəcə unuttum, o yoldan gəldim. Demək, itlər demişkən, itlərlə də bağlı bir travmam var. Kiçik vaxtında, yəni uşaqkən, 1-ci ya da 2-ci sinifdə olardım. Judoya gedirdim. Judoya gedərkən də qonşunu çağırmaq üçün səsləndim və səslənəndə onların iti üstümə cumdu və ayağımdan dişlədi. Sonra onlar da, ev sahibi də qorxdu. Mən də deyəsən qorxmuşdum. Şirin çay içizdirmişlər, o yadımdadır. Bir də ki, o yadımdaydı ki, ayağımdan dişləmişdi. Atam lobiya qoymuşdu. Yəni dişləyəndə lobiya qoyurdular. Xeyli müddətdə judoya getmədim. Sonra tezdən davam elədim. Nəysə, belə bir travmam var. Sizdə necədir vəziyyət? İtlərlə aranız necədir? Sizə göstərəcəm. Çox minnoşdular. Evlərin qabağı. Burada belə deyim də, evlərin qabağında bu nənələr, belə yaşlı qadınlar olsun, düzən işlərini çox sevirlər. Nəysə əkməyi, belə güllər falan əkməyi sevirlər. Və yaxud da evin önünü bəzəməyi falan sevirlər. Burada kaktus var gördüğünüz kimi. Burada güllərlə doludur gördüğünüz kimi, baxın. Bu qarpız gülü deyirlər bizdə, bu ana ürəyidir. Belə qəşəng güllər var. Burada da Halloween'la bağlı belə bir şeylər düzəldiblər, bəziyiblər. Evin qabaqlarını belə. Elə həvəslidirlər belə şeylər düzəltməyə. Buranı da belə bəziyiblər. Belədir, minnoş bəziyiblər evin qabaqlarını belə. Sonra burada bunlara baxın. Balqabaq sezonudur, balqabaq. Baxın, burada da nə qədər güllər falan əkiblər burada, baxın. Minnoş. Buranı da bəziyiblər, baxın. Hi. Burada yaşlı baba var idi, oturup gazete okurdu. Belə, burada bizim məhəlləmiz. Burası sordum binasıdır. Çok oradan böyle titriyir. İnşallah sıxılmazsınız. Burada saxlayayım. Artıq mən də böyle gəzə-gəzə evimə çatmaq üzrəyim. O gördüğünüz, bakın, bu gördüğünüz bina artıq bizim binadır. İdmana getdim, gəldim. Belə qəşəng enerji gəldi mənə. Belə dostlar, başlayaq sizinlə kutu açılımı eləməyə. Amazon'dan sipariş eləmişdik. Belə çox güclü, yəni çox bahalı bir şey değil. Ama əsas mənim işimi görəcək bir nə deyim, mikrofon. Xoşuma gəlsə, yəni siz kimsə istəsə soruşa bilər ki, necə oldu, necə çıxdı. Mən də cavab verərəm. Açdım. Danışa kutunu açdım. İndi bunun içindən balaca şeydi, böyük kutunun üstüne koydular. Bunun içinde böyle bir mikrofon çıxır. Bunda markası belədir, mini mikrofon. Neyse, şimdi baxacağıq. Taxıb da yoxlayarıq ki, necədir. 2 dənə var içində dostlar. Çünki istəyirəm ki, Şahan müəllim üçün də olsun, rahat olur. Çünki elə bəzən söhbətli videolarımız, vloglarımız olur. Yaşamaya ötürəm, gəl özümə olur, yaxşı çıxmır. ASMR eləyim. Mənim dırnaqlarım yoxdur. Bəzən eləyirlər dırnaqlarla. Belə çıxır.
Baxın, belə. Tuta bilmədim, belə tuturam. Tripodu qurmağın dərdindən belə göstərirəm. Baxın, belə bir şeydir. Sonra şirin mi şirin ucunda belə bir şeyler var. Siz ise bunları takabilirsiniz. Çok minnoş. Salam. İndi yoxlayıram bu mikrofonu. Salam dostlarım, necəsiz? Deyirsən çox yaxına tutmaq lazımdır ki, səs yaxşı getsin. O necə olur ki? Nətər olacaq? Salam dostlar. Salam. 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 Bura tapxanım. Yaxşı olmayacaq axı. Baxın görün. Bu mikrofonu gərək çöldə də, yəni belə çox səs-küy olan yerdə yoxlayım ki, bilim yaxşıdır yoxsa yox. Əgər orada yaxşı çıxırsa, məsələn, maşınlar çox olan yerdə yaxşı çıxırsa səsim qalar. Əgər yox, yaxşı çıxmırsa, yəni qaytarmaq mümkünsə qaytarmaq olar. Çünki belə də yəni səs çox yüksək çıxmır. Bilmirəm, ev şəraitində olduğu üçün bu normaldır. Bunu əsas səs-küy olan yerdə yoxlamaq lazımdır. İnşallah orada yoxlayaram. Əgər nəticə yaxşı olsa, yəni saxlayaram. Belə, hələ ki burada videonu saxlayım. Növbəti gündən hər kəsə salam olsun dostlarım. Yenə biz yollardayıq. Dünən gözəl alışdım. Ciddi demişkən iyice alışdım. Dünən piyada getmişdim idman zalına. Maşında biraz arıza var. İnşallah 3-cü günü onu ustaya aparacağıq. Və bu da bizə bəhanə oldu əslində piyada gedib gəlməyimizə. Yollar açıldı. Əvvəl tənbəlliyə edirdim piyada gedib gəlməyə. Elə bilirdim 20-25 dəqiqəlik yoldu. Amma dünən baxdım ki, elə 10-12 dəqiqə çatıranmış. Ondan sonra motivasiya aldım, dedim çalışaq hər gedəndə, yəni hər dəfə olmasa da əksər vaxtları yəni piyada getmək olar. 54'te çıxdıq. 54'də. Hə. Şahan müəllim görməyənlər üçün, Şahan müəllim necəsiz? Mən yaxşıyam, pis idim. Hə. Enerjim yox idi, yorulmuşdum. Bugün biraz heç nə eləmək istəmirdim, belə deyim. Buradan gedək. Bu arada bazar günüdür bugün. Bazar günüdür. Heç nə eləmək istəmirdim. Gimnaz müəllimi yarım saat muayizə oxudu, təlim verdi. Mənə enerji gətirdi ki, biz idmana getsək yaxşı olar. Mən də ikna oldum. Özü yeriyərək. Hə, ikna oldum. Azərbaycancası nədir? İkna oldum sözünü. İkna oldum, razılaşdım. Hə, mən də razılaşdım ki, idman eləsəm yaxşı olar. Belə. Bu arada mikrofonları da yoxlamış oluruq. Bayaq yoxladıq, yaxşı çıxırdı səsi. Normalda belə mən elə bilirdim yaxşı çıxmır. Dünən belə mətbəxdə yoxlamışdım. Demişdim ki, çöldə də yoxlayaq görək necədir. Normaldır. Göstərmirsən mikrofonu? Hə, dünən açılım elədik. Bugün bu tükülsünü üstünə taxdıq. Bu deyəsən əlavə səsləri, noise deyirlər. Onu kəsir. Yəni xırıltıları kəsir, səhv eləmirəmsə. Bilmirəm, mən elə bilirəm, elə dekorasiya üçün. Hə? Yəni görünüş üçün onu qoyurlar. Bakıda. Baxaq, yoxlayarıq. Ay, yoruldum. Belə. Nə söhbət eləyəcək? Söhbətdən çox söhbət var. Burada it var belə. Türkiyə oxşuyur. Hə? O qonşunun iti deyilmi? Bilməm. Hə, indi o tərəfdən gedək. Hansı tərəfdən? Bax, başdan dürtbələn düz gedirik, o daha yaxşı olur. Təbiəti çəkə-çəkə verim, sağ olun. Ən çox sual necə gəlir? Amerikaya necə gəlmək olar? Necə iş tapmaq olar? Mənə də yazırlar müəllimə. Təhsil yolu ən uyğun yol görünür.
Yani ikinci yol ben deyərdim ki, turist kimi gəlməkdir, amma o müvəqqəti yoldur. Təxminən bilmirəm nə qədərdir, araşdıra bilərlər Google-dan. O müvəqqəti yoldur, onu tam möhkəmlənmək olmur. Təhsil yolu ilə gəlsələr, bir dəfəlik Amerikaya yerləşmək olar. Təhsil yolu ilə Təhsil gəlsələr. yolu ilə gəlsələr. İndi Bəzi Aha. extraordinary, belə xüsusi hallar var ki, onlar Azərbaycandan müraciət eləyirlər. Onlar səhv eləmirəmsə EB1 vasitəsilə, yəni xüsusi viza alırlar. Bu nə deməkdir? Bu onların xüsusi elmi məqalələri var. Aha. Onların sayı çoxdur. Dünyada tanınmış Web of Science-də, Scopus'da kimi jurnallarda məqalələri var. Onların istinadları, citationları çox yuxarıdır. Və bu mənada bu göstəricilər onu göstərir ki, onlar elm camiyyəsinə çox faydası var. Elm camiyyəsi onlardan faydalanır. Amerikada baxır ki, bu insan çox faydalı insandır, Amerikaya töhfə verə bilər, ona viza verə bilər. Amma belə insanlar çox azdır. Azərbaycanda da çox azdır. Bir-iki nəfər eşitmişdim elə gələnlər. Yaxın tanışlardan biri idi. Daha doğrusu tanışımın tanışı idi. Bu variant var. Bir də yəni sən izləyicilərin arasında milyonerlər varmı bilmirəm. Trump'ın 5 milyon aksiyası var. Deyil, gerçək deyilmiş o. Yox, müəllimə, elə şey olar. Trump özü Tamam. elan eləyir onu, dövlət elan eləyibdir. Trump kart gedir o, nə gedir o, bəli. 5 milyon ödəyirsən, yəni istədiyin qədər yəni Amerikaya girib çıxırsan, yaşayırsan. Varmı izləyicilərin arasında milyonerlər? Yorumlarda yazsınlar. Təhsil yolu ilə gəlməyənlər, ya sırf iş üçün gəlmək istəyənlər. Bəziləri də deyir ki, məsələn, mənim İngiliscəm yoxdur, mənim təhsilim yoxdur. Mən necə gələ bilərəm? Onlara necə cavab verərsən? Bir də xüsusi variant var. Tərəfdən gedək. Dəqiq əminsən? Çünki buradan daha yaxındır. Sola gedib sonra sağa. Hə. Buyur. Bir də xüsusi variant var. Məsələn, düşün burada bir istehsalat zavodu var. O zavoda işçi lazımdır. Kim? Məsələn, qaynaqçı və ya santexnik və ya bilmirəm, hansısa bir mühəndis, software engineer məsələn. Həmin şirkət elan verir, 3 ay ərzində həmin o işçi Amerikada tapılmasa, tapılmır və həmin işçi, həmin şirkətin icazəsi var ki, həmin işçini xaricdən təmin eləsin. Azərbaycandan həmin kəs müraciət edir, şirkətdə dövlətə elan edir ki, mən bu arkadaşı, adamı, elemanı gətirmək istəyirəm, çünki Amerikada tapılmır. Amerikada elə böyük bir bazardır ki, yəni hər cür mütəxəssis burada yetişir, var. Amerikalı özü yetişməsə də Çinli olur, Hindistanlı olur, Azərbaycan, Türk, fərqli millətlərdən olur. Yəni demək istəyirəm ki, bu hal-hazırda saydığım variant da biraz çətin ehtimaldır, çox nadir baş verən ehtimaldır. İkinci, bu yolun problemi nədir? Şirkət belə bir yola qoyulanda, o əməkdaşı gətirmək üçün xaricdən çoxlu sənəd-sünəd işləri eləməlidir. Plus, son çıxan qaydaya görə $100.000 pul ödəməlidir. Hansı şirkət kimisə gətirmək üçün $100.000 ödəyər? Amerikada həmin işçi ola. Yəni çətin variant görünür. Mən ona görə deyirəm, ən qəşəng yol təhsil yolu ilə gəlməkdir. Magistraturaya, doktoranturaya, bakalavra. Ya da flex proqramı var, sən bilirsən. Amma indi yoxdur flex proqram. Nə deyəcəkdim? Bir də ki, ən belə yaxşı yol green card edib gəlməkdir, amma onu da işte qismət, yəni kimə çıxdı. Elə insanlar var, həmən elə çıxır, müraciət edir, eyni yerdə də çıxır. Məsələn, biz də burada ola bizim green cardımız yoxdur. Biz də akademik yolla müraciət edəcəyik. İndi bilməyənlər üçün deyim, akademik yolla mərhələli olur. Birinci mərhələsi olur, ikinci mərhələsi olur. Hansısa şirkətlə işləyirsən, onlara ödəniş edirsən, o şəkildə müraciət edib, o da ancaq və ancaq 2 ilə, 3 ilə green card ala bilirik. Yəni biz də çəkirsən ancaq. Biz də burada ola, yəni özümüz, mən legal olaraq kənarda işləyə bilməm. Şam müəllim də ancaq universitetdə işləyə bilər.
Bu tərəfə keçməliyik. Belə. Universitetdə Çətin. deyəndə ixtisasımla bağlı sahələrdə işləyə bilərəm. Hə, ixtisasla bağlı işə Hə. bilərsən. Yəni amma normal məsələn biznes kursu, belə şeylərdə icazə yoxdur. Bəli. Universitetimi göstərə bilərsən? Belə söhbət elə çatdıq artıq. Bu da Tennessee Universitetinin logosu. Görürsən, keçə bilərik. Nəsə, maşınlar gedir. Bu maşınlar dayananda biz gözləməliyik, keçməliyik. Orada artıq idman edirlər. Bu da bizim idman zalımız, gördüyünüz kimi. Çox xoşbəxtsən idmana gəldiniz. Niyə bu qədər? Anidən ciddiləşib gülə bilirəm bax. Paylaşıram ha. Paylaşır mı? Hı? Paylaşır bunu. Yox. Mənə göstərmədən heç nə olmaz. Can we just İdman zalına çatdıq. İdmanımızı elədik. İndi isə getmə vaxtımız gəldi dostlar. Hələlik sizlə burada sağollaşaq. Bilməm bundan sonra yəni video gələcək ya yox, baxarıq. Görüşərik. Çok yoruldum. Sen yoruldun mu? Dostlar idmandan çıktık. Soyuqdu biraz. Yağış yağıb. Ayaqlarımız getmir, ağrıyır. İndi Evə kimi yerməliyik. evə kimi piyada getməliyik. Yaxşı ki mən jaket gətirmişəm, isti jaket. İndi külək də var. Sen yoruldun? Ben yoruldum. Çok kötü. Yoruldum. Burada videonu yekunlaşdıraq. Özünüzə yaxşı baxın. Allah'a emanet olun. Hələlik.